İnsident baş verib. İnsident nəticəsində bir nəfər bıçaqlanıb. Hadisənin iki dindar qrup arasında yaranan mübarizə zəminində baş verdiyi ehtimal olunur. Lənkəranda məsciddə dindarlar arasında insident baş verib. Hadisə şəhərin Kiçik Bazar məscidi kimi tanınan Hüseyniyyə məscidində bir neçə gün öncə qeydə alınıb. Belə ki, məsciddə namazlarda kimin imam qılması barədə iki qrup arasında mübahisə yaranıb. Nəticədə mübahisə dava-dalaşa çevrilib. Bu zaman dindarlardan birinə İbrahim Azadova bıçaq zərbəsi endirilib. Yaralı dərhal Lənkəran Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun üzərində cərrahi əməliyyat həyata keçirilib. Hadisənin təfərrüatı barədə zərər çəkən şəxs İbrahim Azadov bildirdi ki, adəti üzrə işdən çıxıb. Dostu ilə məscidə şam namazı qılmağa gedib. Məscidə daxil olanda icma sədri Həmdullah Əliyevin namaz qılanlara qarşı işlətdiyi nalayiq ifadələri eşidir. Bundan sonra baş verənləri zərər çəkmiş belə xatırlayır. Bu cür sözlər, bu sözləri işlədəndən sonra bu hakim qalxdı, bu cavanlar mənim üstümə töküldü. Onlardan biri mənim boğazımı tutdu, 10-15 nəfər üstümə gəldi, mən hansı ilə bunların danışıb, hansına cavab verim. Mən də bunların birinin əlini saldım, aşama boğazımı tutdu, üstümə yekə ki, sən ayıb zənçin. Sən kimsən, neyinsən burada? Elə bu dəmdə bunlarla söhbətləşən vaxtda idik və çevrildim, arxamdan qabağa çevrildim. Bunda mənim qarnıma hiss edim ki, nəsə bir zərbə vurdular. Münaqişə təzədən qızışmasın deyə bıçaq zərbəsi alan İbrahim məscidi sakitcə tərk edib. Zərər çəkmiş İbrahim Azadov hadisənin məscidin icma rəhbəri Həmdullah Əliyevin sifarişi ilə baş verdiyini bildirir. Qarşı tərəf isə məsciddə ümumiyyətlə belə bir hadisənin baş vermədiyini bildirir. Dövlətdir bu, rəsmi dövlətdir. Kesinə şikayət eləsinlər. Ən var idi, niyə 7 gün saxlayıblar, niyə aparıblar, böyütən işlər olar, hər şeyə onlar gedirlər. Allah hər nəyə gedirlər, indi oxum verirlər 5 gündür. Öldük gəlməyən başı. Heç oxum da qəbul eləmirlər, onlar namaz da qılmırlar heç. Qeyd edək ki, zərər çəkən İbrahim Azadov bugünə kimi heç bir aidiyyəti orqanlara müraciət etməyib. Çünki onu kimin bıçaqladığını dəqiq xatırlamır. Hazırda İbrahim Azadov faktla bağlı hüquq mühafizə orqanlarına müraciət etmək fikrindədir. O ki qaldı, Həmdullah Əliyevin faktlı təqsib etməsinə YouTube portalından da əldə etdiyimiz kadrlardan aydın olur ki, doğrudan da o məsciddə nalayiq ifadələr işlədir. Məhz buna görə də əlavə şərhə ehtiyac qalmır. Baş verən hadisə ilə bağlı Lənkəran rayon polis şöbəsi heç bir açıqlama vermədi. Bildirildi ki, bunun üçün hüquq mühafizə orqanlarına zərər çəkmiş rəsmi məlumat verdikdən sonra məlumat verilə bilər.